bir dənə şey deyim, varlıların törətdiyi cinayətlər daha dəhşətli olur. Kasıbların törətdiyi cinayət nədir ki? Kasıbların törətdiyi cinayət oğurluq, quldurluq, kiminsə soyğunçuluq eləsin, telefonunu götürsün, qaçsın. Acından ölməmək üçün kasıblar cinayət edir. Amma varlılar cinayəti həzz üçün eləyəndə daha dəhşətli olur. Mən Türkiyədə olanda, Türkiyədə bir savcı ilə görüşdüm. Orada o adam Dubayda bir cinayətin şahidi olmuşdu. Çox dəhşətli şeylər danışır. Ərəb şahzadələrinin törətdiyi cinayətlərlə bağlı. Siz təsəvvür edin, orada cavan qızları qəfəslərdə meymunlarla görüşdürürlər. Neçə nəfər huşunu itirib, neçə nəfər dəli kimi xəstəxanalara yerləşib, neçə nəfər ölüb. Ona görə yenə deyirəm ki, varlıların törətdiyi cinayətlər daha dəhşətlidir.